Hamıya salam əziz izləyicilər, mən Toğrul Əhməd. Bugün çox maraqlı bir video çəkirik. Gördüyünüz bu 112-ni xuliqanski video gətirəsik. Hal-hazırda sadə duruşdu, sadə vəziyyətdədir, görürsünüz yəqin. Faranı birini çıxarırıq, buferi çıxarırıq, şotqaları çıxarırıq. Yəni xuliqanski də buranın. Buferini çıkarsın. Bez buferde bırak. Sonki bir biraz sağla. Konkret yani xuliqanski videoyu yavaş-yavaş aldı biraz. Təmirlər nədir ya? Bez buferde. Bu pasına bax. Təmizləmək üçün də bırak. Arada açın təmizləyin. Deməli necə açdıq? Onu sizə deyim. 2 dənə bir bolt buradadır, bir bolt o birisi tərəfdə. Buferin üstündə bir də altında boltları açdınız. O 6 dənə boldu. Çək orada boltu. 6 dənəsini açdınız. Bizə sadəcə 13 açar lazım oldu. Yəni 13 açarla bez buferin başını bağlayırsınız. İndi faranın birini də çıxarmalıyıq ki, xuliqanski təbirlər. Əlbəttə ki, yəni belə olmayacaq. Faranın biri də çıxmalıdır. Yəni sürənsənsə bırak, öz tərəfin qalmalıdır. Çünki yol zad görməkdən. Sağ tərəfin başını buraxın. 3 tane boltdur olmağına. Bizdə 2 dənədir. O da xuliqanski demək. 3-cü bolt olmalı deyil. Bakın bunu çıxarsan. Qay. Tək var Ramazan. Baran götü get də bura. Bu yan tərəfini götü, çevir. Gəl bu yana. Getdin. Döndüm bırak döndüm. Xuliqanski də bura. Qay. İndi qaldı şotqaları çıxarmaq. Qaqalar bunu. Şotqa zad bizə lazım deyil. Çıxarın yayda şotqaları. Yağış yağır. Sizcə tək şotqa qəşəngdir, yoxsa şotqaların ikisi də çıxsa, tək şotqanı eləyirlər, şotqanı biraz qalxsınlar. Ləzzətli görsən. Baxın, yəni tək şotqa belə görsənir. Amma məncə, yəni şotqanın ikisi də çıxmalıdır da qaqaş. Bizə lazım olan 10 açardır, şotqaları çıxarmaqdan ötəri. Bir dənə bura açdım. Sonra bu Ramazan kimi qüvvətli olan lazımdır, dartıb çıxarmağa. Burada çıxıyor. Sağ ol səni. Mujika var ha. Tək şotqa. Tək şotqa deyil də, ikisi də çıxıb. Noliyettin bu cürə sürə bilməyənlər, Noliyettin pisləyir. Xuliqanski də bırak! Qaç. Saxla elə. Dayan. Ürək sözlərini ala bilərəm. Atı gətir. Qapını açdın, çıxdın çölə, evin qabağında bir dənə Zloy duruş. Zloy 07.